Əziz tələbələr, bu gün mətni məntiqi təhlil dərsinin ikinci hissəsindən qarşınızdayıq. Keçən dərs 29-cu suala qədər baxmışdıq. Yəni axırıncı sualımız ağac məsələsi idi. Bugünkü dərsimizdə isə sona qədər bütün sualların həllinə baxacağıq. Deməli, birinci bizdən qəbula düşmüş belə bir mətni məntiqi təhlil məsələsi verib. Qanatların eni bu qədər olan quşlar adlarını da verib və çəklərini də bizə verib. İndi məlumdur ki, baxayıq indi. Birinci bunu gəlin qeyd eləyək. Qıraqdan çəkək. İndi verilənlərin hər birini başlayaq yazaq. Deməli, bizə nə verib? Bizə verib quşların adını yazaq. Kauzar, sonra qutan, sonra albatros, sonra dəvə quşu, qu quşu, dovdaq, kondor və qrif. Çəkilər də verib belə və qanadların eni də verib. Baxın, bir dənə burada 7 dənə qanaddan 8 dənə quş var, amma 7 dənə qanaddan eni var. Bu deməkdir ki, bu qanadlar enlərindən ikisi biri 2 dənə quşa aiddir. Enişi çəkilərə dair. Çəkilərə baxın, bir dənə 7 dənə çəki var, 8 dənə quş var. Yerinə 2 dənə çəki, bir quşa aid, bir çəki 2 dənə quşa aid olacaq yenə. Qanaddan eni ən böyük olan dəvə quşu. Qanaddan eni ən böyük olan dəvə quşu. Deməli nə qədərdir? 3,5-dir bunun qanadlarının eni. Ən böyük olan dəvə quşun çəkisi qanaddan 3,2 olan kauzarın 1 sentineri çəkisindən, yəni 1 sentiner nə qədərdir bizdə? 100 kiloqramdır elə. Deyək ki, 1 sentineri çəkisindən çoxdur. 100-dən çox nə var bizdə? 120 var. Yazdıq bura 120-ni. Çəkiləri 16 kiloqram olan dovdaq və albatros. Deməli, dovdaqın çəkisi 16-dır, albatrosun da çəkisi nədir? 16-dır. Ona qanadların enlər cəmi 6-ya bərabər olsa da, dovdaqın qanadlarının eni albatrosdan azdır deyir. Deməli, dovdaq üstə gəlsin albatros bərabərdə 6 eləyir. Və burada deyir ki, dovdaqın qanadlarının eni albatrosdan azdır. Yəni, albatros daha çoxdur. Bunu da yazdıq belə. Və indi bizə deyir ki, qanadların eni ən az olan qrif. Ən az qrifdədir. Yəni, bu neçədir? 2,5-dir. Qanadların 3 olan qutan çəkisindən az. Qutan çəkisi burada. Deməli, qutan qanadlarının eni yazdıq. 2,7 olan quşun çəkisindən çoxdur. Yazdıq burada 2,7. Kontrolda bilmirik hələ. Deməli, bir də baxaq. Deyir ki, qanadların eni ən az olan qrif. Yazaq qrif. Deməli, qanadların eni 3,3 olan qutan çəkisindən azdır. Deməli, qutan bundan daha böyükdür və qu quşundan böyükdür. Bu da oldu belə. Bundan çəklərini biz hələ tapa bilmərik. Çünki, belə deyim, hələ heç dəqiq məlum deyil. 4 dənə çəki qalıb bizdə qıraqda. 11, 12, 14 və 10. 22 daha doğrusu. İndi gəlin baxaq. Biz indi nə yaza bilərik? Baxın, 6 yazmaq üçün, cəmi 6 demək üçün, ya 2,5 ilə 3,5-i cəmləməliyik, ya da 2,8 ilə 3,2-ni. Biz indi 3-dən 3 eləyənmək üçün 3-də 2 biri-birindən böyükdür. Biz indi 2,5-i 3,5 götürə bilmərik. Niyə? Çünki hər ikisi burada var. Biz onları bir də yazsaq, artıq elə bir hər ikisindən 2 dənə olacaq. Biz demişik ki, bir dənə çəkidən 2 quşa aid ola bilər. Burada. Çünki 7 dənə çəki var, 8 dənə quş var idi. Yəni, burada aydın oldu ki, biz bunu yazanlar. Qaldı nə? 2,8-dən 3,2. İndi biz 3,2-ni yazırıq albatroza, 2,8 yazırıq nəyə? Dovdaqa. Çünki deyir ki, dovdaqın qanadlarının eni albatrozdan azdır. Onu da yazdıq bura. Bir dənə nə qaldı bizə? 3,3, o da 3,1, o da qaldı nəyə? Kondora. Onu da yazdıq bu formada. İndi gəlin suala baxaq. Deyir ki, 30-cu sualda mətndən səsin hansı əlavə olunsa, hər quşun çəkisini müəyyən etmək mümkün olar. Kondorun çəkisi albatrozdan azdır. Kondorun çəkisi albatrozdan azdırsa, baxır bir dənə albatroz nə qədərdir? Albatroz 16-dır. Yəni, hamısı ola bilər. 11, 12, 14 ola bilər. Yəni, məlum deyil. Bunun əlavəsi bir şey əldə edilənməlik. Kondorun çəkisi qrifdən çoxdur. Qrif isə qutandan az idi. Bu demək ki, qriflə qutan arasındadır. Bu da məlum deyil. Kondorun çəkisi qrifdən azdır. Baxın, qrifdən az olsa, cavab buralara çıxmalıdır. Amma bilmirik. Qu ilə münasibətini bilmirik biz bunun. Kondorun çəkisi qu quşundan azdır. Bax, burada yaza bilərik. Çünki bax, qu quşundan aşağı yazsaq bunu,
Baxın. Yazdıq bura kondor. Artıq bundan da azdır. Bu demək ki, bizdə olacaq bunlar neçə? 11, 12, 14 və 22. Və beləcə rahatlıqla tapmaq olar ki, nə hara aiddir. Deməli, cavabımız olur burada. Üzrdən bunu silək. Cavabımız oldu bu D variantı burada. Sonra, deyək ki, bu quşun çəkisi 12 kiloqramdırsa, çəkisi ən az olan quşun qanadlarının eni nə qədərdir? Gəldik bura. Bu quşun kiloqramının 12 deyirəm, 12, hə. Bu quşun qanad, demək ki, çəkisi 12 verir bizə. Deməli, onda qrif olacaq 14, qurtan olacaq neçə? 22, bayaq kimi. Onda bu oldu 11. Çəkisi ən az olan quşun qanadlarının eni nə qədərdir? Yəni, kondorun qanadlarının eni nə qədərdir? 3,1-dir. Deməli, bu da olacaq 3,1 B variantı. Qutan çəkisi 10 kiloqramdırsa, qanadların eni 2,5 olan quşun çəkisi nə qədərdir? Qutan çəkisi 14 kiloqramdırsa. Gələk indi bunları silək. Yazaq. Bunun çəkisi 14-dürsə, deməli, bu olacaq 10-da 12, bu olacaq 11. Bu demək ki, artıq kondor bunlardan öndədir. Qanadların eni 2,5 olan quşun qrifin çəkisi nə qədər olacaq onda? 12. Bundan aydın olsa cavab olur bizdə E variantı. İndi gələk belə bir hindu məsələsinə. Bu da qəbula düşmüş suallardandır. Bunu da bir dənə çəkək. Baxaq. Deyək ki, bizə 1,2 və belə hinduların sayını verir, vətəni olan Meksika, Qvatemala ölkələri də verir və tayfaların adlarını da verir. İndi bunları biz quraşdıraq. Məsələn, birinci tayfaların adlarını yazaq, gəlin. Sapoteklər, Mayalılar, Atapasklar, Purepesalar, Çerokilər, Konibolar, Çipçalar və Mişteklər. Bunları belə yazdıq. Bizə indi bunların nəyini verir? Sayını verir. Bir də çəkək aşağı. Bir də ölkəsini verir. Bunu da belə çəkirik indi. Sonra deyək ki, bizə ərazisinə görə yaşayan hinduların sayına görə 3-cü yeri tutan Boliviyada Purepecha tayfaları olan hindular çoxluq təşkil edirlər. Ərazisinə görə 3-cü yer. Ərazisində yaşayan hinduların sayına görə 3-cü yer, yəni 6 milyonluq. 6 milyon, deməli Purepechalar 6 milyondur. Harada yaşayırlar? Boliviyada. Yazdıq buna Boliviya. Sonra, Qvatemalada sadallanan 8 dövlətdə olan hinduların sayını göstərən ədədlərin ədədi ortasında bərabər olan hindu yaşayır. Ki olan müştəqlərdir. İndi deməli müştəqlər yaşayır Qvatemala, yazaq buna Qvatemala. Hamısının cəmini 1, 2, 3, 4, 5, 6, 7, 8 cəmləsək 2,7, 5,2, 8,5, 14, 20, 30, 44, 44 8-ə böləndə 5,5. Deməli 5,5 milyon nə yaşayır? Biz bunu hara yazdıq? 5,5 milyon. Qvatemalada nə yaşayır? Mişteklər. Biz bunu maya yazdıq. Bunu silək. Yazaq. Mişteklərə. 5,5 milyon Qvatemala. Sonra bu ölkələrdən ən çox və ən az hindunun yaşadığı Kanada və Peruda Maya və Atapasklar çoxlu təşkil edirlər. Deməli Maya ya ola bilər ən az və ən çox 1,2 və yaxud da 14. Ola bilər nə? Kanada və ya Peru. Burada da o bilər hansılardır? Maya və kim idi? Atapasklar. Hə, bura. Yazsam bura. 14 və yaxud da 1,2. Bu da ola bilər Peru ya da Kanada. Bu məlum deyil və heç bizə lazım deyil o. Sonra əsasən Cherokee'lərin yaşadığı ABŞ-da Meksikadan az, Kolumbiyadan çox hindu var. Deməli ABŞ Meksikadan azdır,
Kolumbiyadan çoxdur. Çipçaların sayı 3,3 milyondur və saboteklər də Kolumbiyada yaşamırlar. Kolumbiyada yaşamırlar. Yazaq indi çipçalara 3 milyon, 3,3 milyon. İndi gəlin baxaq. Bax, bizdə hansı rəqəmlər qaldı? Buradan gəlin silək bir. 14 getdi, 6 getdi, 5,5 getdi. 3,3 bilmir yerə hansına aiddir. Və 1,2 getdi. Nə qaldı bizdə? 1,5, 2,5, 3,3 və 10 milyon. Biz əgər bura 1,5 yazsaq, bura 2,5 yazsaq, bura yazarıq 3,3 və yaxud da 10. Bilmirik yəni. Bu belə getsə, ABŞ 2,5 milyon. 2,5 milyon olur Çeloklinlər. Çeloklinlər yazaq hələ ABŞ, bunu yazaq bir dənə bura. Bu 2,5. Tamam. Amma əgər 2,5-dən başlasaq, yazarıq buna 3,3, buna yazarıq 10 milyon. Bu anlarımı xeyli alınmaz. Çünki 3,3 çipsi yaşayır. Deməli, heç vaxt bu şərt ödənməz. Ancaq və ancaq birinci şərt ödənməlidir. 1,5 Kolumbiyada yaşayır. Kolumbiyada saboteklər yaşamır bu arada. Yazırıq Kolumbiya bərabərdir 1,5-ə. Amma saboteklər deyil. Deməli, Çeloklinlər nə qədərdir? 2,5-dirlər. Meksikalıların sayını tapmaq mümkün deyil. 3,3 və yaxud da 10 milyondur. Deməli, bunlara da nə qalır? Bizə qaldı nə? Kanibolar və saboteklər. Kolumbiyanı hara yaza bilərik? Sabotekə yazanmarıq. Çipsiyada yazanmarıq. Çünki çipsiya 3,3'dür. Biz 1,5 tapdıq. Yaza biləcəyimiz tək şey qaldı bizə Kanibo. Kanibonu yazdıq Kolumbiya. Qaldı bizdə sapoteklər və çipçalar. O da məlum deyil. Sayları demək ola bilər 3,3 bu 10 milyondur. Sapoteklərin sayını tapdıq 10 milyon. Deməli, Meksika ola bilər və ola bilər hara? Meksika bir də Honduras qalmışdı, bəli. Bir də Honduras ola bilər. Burada ya Honduras düşür, ya da Meksika düşür. Bunu da yazdıq belə. İndi gəldik bu suala baxırıq. Deyək ki, hansı mütləq doğrudur? Qvtemalda yaşayan müştəqlərin sayı 5,5 milyondan çox deyil. Bəli. Baxırıq bura. Qvtemalda yaşayan müştəqlərin sayı 5,5 milyondan çox deyil. Cavab olur A variantı. 34-cü sualda deyir ki, hansıları və ya hansını müəyyən etmək mümkündür? Saboteklərin çoxu təşkil etdiyi ölkədə yaşayan hinduların sayını. Gələk baxaq. Saboteklərin çoxu təşkil etdiyi ölkədə hinduların sayı nə qədərdir? 10 milyon. Hondurasda yaşayan hinduların sayını bilirik? Bilmirik. Kolumbiyada çoxu təşkil edən hindu tayfalarının sayı nə qədərdir? Kolumbiyada çoxu təşkil edən hindu tayfalarının sayı 1,5. Baxaq. Kolumbiyada çoxu təşkil edən hindu tayfalarının sayı 1,5 milyondur. Bəli. Buradan da aydın oldu ki, 1 ilə 3 bizim düzgün cavabımız olur C variantı. Sonra ABŞ-da nə qədər hindu yaşayır? 2,5 milyon və yaxud bunu tapdıq. Bu da belə. Sonra daha bir qəbula düşmüş suallardan birisi. Baxaq. Avropa, Amerika, Asiya, Afrika, Avstraliya qitələrində yaşayan dərinlikləri bu qədər. Göllərin adını da verir, sahələrini də verir və hündürlüklərini də verir. İndi gəlin baxaq. Yazaq birinci. Buranı silim. Avropa, Asiya, Amerika, Afrika və Avstraliya. Bizə verəcək indi burada gölləri, dərinliyi, sahəsini və hündürlüyünü. Cədvəli beləcə qururuq. Hər zaman birinci verilənləri yazırıq. Baxaq. İndi deyək ki, bizə ən dərin olan Asiyanın Baykal gölü. Ən dərin. Nə qədərdir? 1642 Asiyadadır. Deməli, 1642. Asiyada Baykal gölünün sahəsidir. Baykal yazıb buna da. Asiyada Baykal var.
Baykal gölünün sahəsi yalnız Afrika gölünün sahəsindən kiçikdir. Deməli, ikinci sahəsi 31722. Bu oldu bunun sahəsi. Yalnız Afrika gölünün sahəsindən kiçik. Deməli, Afrika gölünün sahəsi nə qədərdir? 68.000 kvadrat kilometrdir. Okean səviyyəsindən ən hündürdə yerləşən, yazaq, ən hündürdə yerləşən nə qədərdir? 1134. Ən hündürdə yerləşən, sahəsi ən çox olan Viktoriya gölüdür. Yəni, o Afrikaya aid onda belə çıxır ki, Viktoriya gölü. Hündürlüyü 1134-dür, çünki deyir, ən hündürdə yerləşir. Dərinliyi ən dayazdır deyirsə, 80-dir bu da. Yazıq buna 80. Deməli, 80 getdi bunlardan. Bir də 1642 getdi, ən çox və ən az getdi. Sahələrinə görə bu ən böyüklər getdi. Göllərdən deməli hansılar getdi? Baykal'la Viktoriya getdi. Amma yoxla getmir. Bunları tam olaraq bitirməmişik. Sonra bir də hündürlüklərdən bir dənə bu getdi belək. Bu gölün sahəsi Avstraliyanın St. Clair gölünün sahəsindən böyük, Amerikanın San Martin gölünün sahəsindən kiçikdir. Gəldik bura. Deməli bu Avstraliya və Amerika desə qalıb bir dənə Avropa buna. Yazdıq buna Avropa. Bu gölün sahəsi birindən böyük, birindən kiçikdirsə, gəlir sahələrə baxırıq. Deməli, bundan böyükdür, bundan kiçikdir. 50-dir bu. Yazaq buna 50. Silək. Və Avstraliyanın St. Clair gölü. Avstraliyada St. Clair varsa, St. Clair. Deməli, Amerika qalır San Martin. Amerikanın da deyil, San Martin gölünün sahəsindən kiçikdir. Deməli, bu 1058-dir, Amerikanın gölü 1058-dir. Avstraliyanın gölü 30-dur. Sahələri. Deməli, sahələr bitdi. Sonra gəldik, okean səviyyəsindən ən az hündürdə yerləşən Avropa gölünün dərinliyi ən az yerləşən, okean səviyyəsindən ən az hündürdə yerləşən 53. 53-dən söhbət edir, bir dənə dışarıda oxuyaq diqqətlə. Avropa gölünün dərinliyi okean səviyyəsindən 737 metr hündürdə yerləşən gölün səviyyəsindən 250 metr hündürlükdəki Amerika gölünün dərinliyindən azdır. Bir dəqiqə. Gölün səviyyəsindən Çoxman ki, bundan böyük demək istəyib burada, bundan böyükdür. Bundan isə kiçikdir yazıb. Bunun dərinliyindən azdır. Gəlin bir dənə baxaq. Okean səviyyəsindən ən az hündürdə yerləşən Avropa gölünün dərinliyi. Ən az hündürlük 53 də onda bu. Yazdıq buna 53. Bu getdi artıq. Ən az hündürdə yerləşən, okean səviyyəsində 737 metr hündürdə yerləşən gölün sahəsinin, gölün nəyindən, səviyyəsindən. Dərinliyini deyir bizdən, bəli. Dərinliyi bu gölün dərinliyindən bir dəqiqə 737 metr hündürlükdə olan gölün səviyyəsindən çox, 250 metr hündürlükdə olan gölün səviyyəsindən isə nədir? Azdır. Deməli, gəlib baxırıq bura. Dərinliklər bizdə nə qalıbdır? Bizdə qalıb dərinliklər 200, 514 və 816. Deməli, birindən çox birini alsa, deməli, buna düşüründə 514. Sonra. İndi bizdə qalıb Avropa gölünün dərinliyi okean səviyyəsindən Amerika gölünün 250 metr hündürlükdəki Amerika gölü. Amerika oldu 250. Amerika 250 oldusa, indi 737. Bunun dərinliyi azdır deyir. Bunun dərinliyi azdır, bu oldu 836 artıq. Yazdıq buna 836 dərinliyinə. Bu da getdi. Bu da getdi. Qaldı 200 nəyə? Avstraliya. Avstraliya qaldı 200. İndi bir dəqiqə Avropa gölünün dərinliyi okean səviyyəsindən bu hündürlükdə yerləşən ən az hündürlükdə yerləşən Avropa gölünün dərinliyi okean səviyyəsindən 737 metr hündürlükdə yerləşən gölün səviyyəsindən çoxdur. Dərinlikdən azdır. Birindən çox, birindən azdır. Onun dərinliklər tutardı. Dərinliklər də bitdi. Bizdə qaldı nə? 250-də Amerikaya düşdü. Bunu da yazdıq. 455 və 737. Burada əvvəlki şərtlərdə nəsə başqa bir şey deyir, hündürlüklə bağlı. Ən hündürdə yerləşən gölün sahəsini deyir bizə.
Avropa gölünün deməli ən az hündürlüyü yerləşir 53-dür. Okean səviyyəsindən 737 metr hündürlükdəki gölün səviyyəsindən böyük, 250 metr hündürlükdəki Amerika gölünün dərinliyindən azdır. Amerika 250-dir. Bundan azsa yazdıq, buna da bunu. Deməli bizdə qaldı 737 və 455. Bunlarla bağlı bizə burada hələ ki heç nə demir. Gəlin bir dənə suallara baxaq, sualda bizə nə istəyir? St. Clair gölünün sahəsi nə qədərdir? St. Clair gölünün sahəsinə gəlin baxaq. St. Clair bizdə olacaq sahəsi 30. Dərinliyi 514 metr hündürlükdə olan göl okean səviyyəsindən neçə metr hündürlükdə yerləşir? Dərinliyi 514 bizdə 53 Avropa gölüdür. Yazdıq buna da 53. Yazdıq buna da 53. Sonra aşağıda yerləşən deməli okean səviyyəsindən hündürlüyün yerləşməsinə görə 1, sahəsinin yerləşməsinə görə 2, dərinliyin yerləşməsinə görə 3 göstərilib. Artan sayını yazmaq lazımdır. Yaxşı, artan sayını yazsaq. Deməli birincisi gəlir hündürlükləri. Gəlin bax hündürlüklərinə. Burada biz bunun hamısını tapmalıyıq. Sadəcə olaraq burada nə isə ola bilsin keçmişik. Viktoria gölü ən dayazdır. Ən hündürdə yerləşən gölü tapmışıq. Afrikada yerləşir. Sonra gölün sahəsi Avstraliya gölünün sahəsindən böyükdür, Amerika gölünün sahəsindən kiçikdir. Bunu da belə yazdıq. Sonra sahələr də getdi. Avropa gölünün dərinliyi, deməli okean səviyyəsindən ən az hündürdə yerləşən Avropa gölünün dərinliyi okean səviyyəsindən bu hündürdə yerləşən gölün dərinliyindən çox 250 metr hündürdə yerləşən Amerika gölünün dərinliyindən az. Ola bizim burada hansı şərt düşməyib köçürülmədə. Sualda problem ola bilər. Gəlin bir dənə baxaq. Burada deməli ən az başlayır Avropadan. Avropadan başlayır hündürlüyünə görə. Sonra gəlir hara çıxır? 250. Yəni nə? Amerika. Sonra Asiya, Avstraliya və Afrika ən böyükdür. Bəli. Afrika ən böyükdür yazaq Afrika. Yaxşı, ikincisini yoxlayaq indi sahəsinə görə. Sahəsinə görə deməli ən kiçik Avstraliya. Hansı doğru deyil istəyir bizdə? Avstraliya ilə başlayırıq. Amma burada Amerika ilə başlayır. 2 bizi sahəsinə görə edir. Amerikanın sahəsi nə qədərdir? Baxaq görə Amerikanın sahəsi 1058-dir. Onun az daha var. Deməli 2 səhvdir. 2-ni götürəcəyik. Sonra deyir ki, bizdə deyir ki, dərinliyinə görə. Dərinliyə baxırıq. Ən az nədir bizdə? Afrikadır. Sonra Afrikadan sonra gəlir nə? Baxırıq buradan. Dərinliyinə görə Afrikadan sonra gələcək Avstraliya. Afrika, Avstraliya. Sonra gəlməlidir Avropa. Baxaq. Afrika, Avstraliya, Avropa. Avstraliya, Avropa. Amerika verir bu. Deməli bu da səhvdir. Cavabımız olar burada da 2-3. Vəssalam. Deməli bir düzüymüş. Cavab oldu A variantı. Bu da belə yekunlaşdı. Gəlin baxaq indi bizə verilən şirin çay mı deyim, artıq çay məsələsini deyim də, belə deyim. Çay, kofe məsələsi. Bu da qəbula düşmüş sualdır. 25 nəfərlik tələbə qrupunun deməli yarısından azı, 25-in yarısından ən çox 12 deməkdir də, belə deyim. Çünki 25-in yarısı 12,5 yer. Ən çox 12 ola bilərlər. Çay və qəhvə içirlər. Kafedə başqa müştəri yoxdur. Çay içənlərin sayı, qəhvə içənlərin sayı hansı? Gəlin bir dənə bölək bunu. Çay və qəhvə. Bu belədir. Şəkərsiz qəhvə içənlərin sayı, şəkərli qəhvə içənlərin sayı azdır. Deməli, şəkərsiz şəkərlidən azdır. Və deyir ki, şəkərsiz çay içənlərin sayı, şəkərli çay içənlərin sayından çoxdur. Şəkərli çay azdır şəkərsiz çaydan. Bunların hamısı sayıları müxtəlifdir. Sıfırdan fərqlidir. Şəkərsiz içki içənlərin cəmi göstərən ədəd cüt ədəd. Yəni bu ikisi nədir? Cəmi cüt ədəd olmalıdır. Biz indi bunların hər birinə müxtəlif rəqəmlər verərək tapmalıyıq. Məsəl üçün, şəkərliyə 1 versək, buna 2 versək, buna 3 versək, buna 4 versək. Burada indi
1 ilə 2 ilə bunlar düz gəlir, sıralama düzdür, amma 2 ilə 3-ün cəmi bizə tək verir, cüt eləmir. Deməli onda bunu biz silə bilərik. İndi 1 2 yaxşı bunu yazdıq onda 4 ilə 5 cüt olması üçün. Bunların cəmi neçə eləyir? 1 2 4 5 cəmi eləyir 12. Ola bilərmi? Bəli, ola bilər. Bu bizim ilk düzülüşümüz. Sonra gəlin yoxlayaq indi. 1 3 ilə yoxlasaq. 1 3 ola bilər necə? Məsələn, 1 3 ilə yoxlasaq 1 qoyanmarıq, bura qoyaraq 5. 5 ilə yoxlasaq olur 6 olmalıdır. 1 ilə 3 ilə yoxlayanmarıq. Sonra indi baxaq növbəti 1 3 ilə yoxlasaq alınmadı. 1 4 ilə yoxlayaq gəlin. 1 4 ilə yoxlasaq bu olmalıdır 2. Bu da ola bilər 5. Yenə 5 7. Cəmi yenə necə 12. Bu da alındı mı? Bəli, alındı. Sonra necə qoya bilərik buna? 2 3 qoysaq buna qoya bilərik 1 6. Ola bilərmi? Bəli, ola bilər. Bu da 12 dənədir. İndi buna bizə dəqiqə neçə qoya bilərik? Buna 1 4 qoysaq ona 2 6 qoya bilərik, alınmaz. 1 2 qoysaq 4 6 yəni alınmasa onu dedik. 2 3 1 6 alınmır. Məsələn 1 4 qoysaq da alınmayacaq. Başqa nə qoya bilərik bura? Bizə dəqiqə 1 3 qoysaq alınmadı elə. 1 3 qoysaq 5 6 eləməlidir. Cəmi eləyir necə? Böyük rəqəm eləyir. Deməli 1 2 qoyduq. Bura qoyduq necə? 4 5. Bu düz gəldimi? Bəli. 1 2 4 6 qoyanmarıq. Belə bir düzülüş yox. Çünki 13 eləyir cəmi. Keçdik 1 3-ə. 1 3 buna qoysaq indi və yaxud da belə elə bilərik. Baxın 2 3 1 5 belə də alına bilər. Çünki bura 5 bura 6 eləyir. Yenə bax bu hissədən kiçik eləməlidir. Bu da 11-dir. Bunu da yazdıq belə. Çox güman ki, bundan dəvə getməyəcəkdik. Baxaq. Aşağıdakı hansının sayını tək ədədən ifadə olduğu mütləqdir. Say cəmlərinin sayı təkdir, baxa görək. 3 5 5 5 bəli mütləqdir. Cavab elə variant. Kafedə tələbələrin sayı cütdə ola bilər. Şəkərsiz say cəmlərinin sayı. Şəkərsiz say cəmlərinin sayı 2 də var. Cüt deyil. Qəhvə cəmlərinin sayı cüt var. 1 ilə 5 6 eləyir. Şəkərli içki içənlərin sayı 1 5 6 eləyir. 1 5 6 eləyir. Cüt deyil. Hansı ehtimal daha azdır? Baxaq. Şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Bu 4-də 1-dir bizdə. Yazaq buna 4 ehtimaldan bir dənədir. 4-də 1. Qəhvə içənlərin sayı 7-dir. Qəhvə içənlərin sayı 7 olduğu ehtimal bir dənədir. 2-dən daha doğrusu 4-dən 2. Bu oldu bizdə 4-də 2. Şəkərli çay içənlərin sayı 1 nəfərdir. Şəkərli çaya baxırıq. O da 2 dənədir. 4-də 2-dir bu da. Kafedə tələbələrin sayı 12-dir. Bu 4-də 3-dür. Və şəkərli qəhvə içənlərin sayı 5 nəfərdir. Şəkərli qəhvə içənlərin sayına baxırıq indi. Üzr istəyirəm. Şəkərli qəhvə içənlərin sayı deyil 5-dir. Şəkərli qəhvə içənlərin sayı baxaq görək neçədir burada. 4-də 3-dür o da. Bizə deyir ki, ən az ehtimal A variantındadır. Şəkərli çay içənlərin sayı 2-dirsə, şəkərli qəhvə içənlərin sayı nə qədərdir? Getdik. Şəkərli çay içənlərin sayı 2-dirsə, şəkərli qəhvə nə qədərdir? 5-dir. Bu da oldu bizdə cavab 5, B variantı. Bu da belə. Keçək saat məsələsinə. Çəkək.
Saat muzeyinə 1900 illəri belə verib və saatların növünü verib və zalları verib. Yazaq indi. Saatlar yazaq. Mexaniki, sonra Günəş, Kamerton, Elektron, Kvars, Qumlu, Atəş və Sulu. Saatları verib bizə. Bunların illərini verir və otaqlarını verir. Zallarını verir yəni. Bunu beləcənə çəkək. 2 və 3 nömrəli zalların hər birində bu saatların 3-ü yerləşib. Deməli, 2 və 3-də hər birində 3 dənə nə var? Saat var. 1 nömrəlidə də deməli nə qədər qaldı onda? 2 dənə saat var. Kamerton saatı onun muzeyə daxil olduğu il göstərilərin son rəqəmi ilə nömrələnmiş zalda yerləşir. Baxır ki, burada son rəqəmi ilə bir dənə 3 var. Deməli, Kamerton oldu necə? 1983 3 nömrəli zala getdi. Daxil olma ili, bu 8 saatın daxil olma illərinin göstərilərin ədəd ortasına bərabər olan elektron saat 3 nömrəli zalda yerləşir. Bundan hamısını cəmləyib. 48, indi toplayaq bunları. 48, yasaqda 48, 50, 98, 54 buradaydı. 152, üstə gələk, bunların cəmi 131. 152, 131. Cəmi eləyəcək 283, 83 də burada. 366, 77 buradadır. 443, 85 də buradadır. 8, 2, 528 eləyib, biz də bunu bölürük. 8-ə eləcək neçə? 66-cı ilə deməli, səhv eləmirəmsə, o da gəlib çıxır 1966-cı ilə. Deməli, elektron saat oldu 1966-cı il 3 nömrəli zalda. Deməli, 3 nömrəli zalda var Kamerton və elektron. Sonra kvars saatdan 12 il əvvəl muzeyə gətirilən sulu saatın nömrəsi ən kiçik olan zalda yerləşir. Sulu saat 1-də yerləşir deməli. Yazaq buna. Kvars saatdan 12 il əvvəl. 12 il əvvəl bizdə ola bilər 54, 66 artıq olanmaz. Çünki 66 getdi. 77, 83, 85. 65 ola bilər. Və 77 ola bilər. 65 və 77 ola bilər. Deməli, onda belə çıxır ki, 12 il əvvəl desəm 1965 budur. Kvarsda oldu 1977. 2 nömrə zalda yerləşən saatlardan yalnız biri müzəyə daxil olma imkanlarında cüd ədəddir. O da 1950-ci ildə gəlmiş atəşli saatdır. 1950-də gəlmiş atəşli saat oldu 2-də. Deməli, 1-də olmuşdu sulu saat, atəşli saat oldu 2-də. Qalan hamısı nədir? Bunların tək ədədləridir. Yaxşı, buranı silək. Sonra 3 nömrə zaldakı saatlardan biri müzəyə daxil olan ilk saat olan Günəş saatıdır. Müzəyə ilk daxil olan, ilk deyilsə 1948-də bu. 1948 3-cü zalda oldu Günəş saat. Bizdə nə qaldı? Bax, bu getdi. Gəlin bunları yazaq artıq hər biri. Nə gedir, nə qalıb. 1950 getdi mi? Getdi atəşli saat. 1954 qalıb. 1965 gedib. 66 gedib. 77 gedib. Onu bilmirik, hansı otaqda olduğunu bilmirik. Yazaq ona görə bunu. 83 gedibdi Kamerton saat. 85 85-də qalıb. İndi deyək ki, bizə muzeyə daxil olma, belə deyəm də, deyək ki, ikincidə ancaq cütlər ola bilər. Ancaq təklər ola bilər, bir dənə cüt atəşli saat edir. Deməli, 1954-də gəlmiş saat düşdü birinci yerə və onda belə çıxır ki, 1977 və 1977 ikinci zala düşür, bəli. Üçüncü zala düşür, 77.
Bir də 1985-də təbii ki düşür. 1985 düşdü ikinci zala. Bu 1977-ci silib yeni yazaq gəlin. Kvarts saatı. Vəssalam. Qalanlarını da hələ 2 dənə saatin adını bilmirik. Gəldik bura. Deyək ki bizə suallara baxaq. Hansı mütləq doğrudur? Qumlu saat 1950-ci ildə 54-də gəlir. Qumlu saat. Qumlu saat barəsində bilmirik. Məlumatımız yoxdur. 85 ola bilər, 54 ola bilər. Bilmirik. Mexaniki saat muzeyə qumlu saatdan əvvəl gəlir. Mexaniki saat hansıdır? Mexaniki saat da bilmirik. Sonra kvarts saatı 1977-də gəlir muzeyə. Kvarts saatı 1977-də gəlir, bəli. 3 düzdür, 3 mütləq doğrudur hətta. 65-də müzəyə edilən saat 3 nömrə zalda yerləşir. 65-də gələn saat 1 nömrə zalda yerləşir, səhvdir. 85-də gətirilən saat 2-də yerləşir, bəli. Baxırıq, 85 2-də yerləşir, bəli. Deməli, bu da oldu 3-5 A variantı. Sonra belə bir Şaxta babaya aid sual verir. Gəlin bunu da baxaq. Deyək, Şaxta baba yeni şənliyinə gələn uşaqlara yaxından uşaq torbasındakı hədiyyələrdən götürmələrini təklif elədi. Şənlikdə olan uşaqların 50% torbadan oyuncaq maşın, 60% gəlincik, 3 nəfər isə həm oyuncaq, həm də gəlincik götürdülər. Gəlin bunu Venn diaqramını ifadə eləyək. Buna yazaq maşın, buna yazaq oyuncaq. Deməli 3 nəfər hər ikisini götürür. Biz indi elə bir rəqəm verək ki, gəlin buna. Həm 60% tapa bilək, həm də 50% tapa bilək. Ən kiçik rəqəm 10-dur. 10-ın 60% nə qədərdir? 6. 6 nəfər əgər maşın götürürsə 10 nəfərdən. Deməli 6 nəfər götürür maşın. Deməli 3 nəfər yalnız maşın götürür, 3 nəfər də hər ikisini götürür. 50% gəlinci götürür. 50% nə qədərdir? 5. Yazaq gəlinci, yalnız 5. Yalnız yox, ümumiyyətlə 5 dənədir gəlinci. 3-ü hər ikisini götürür. Deməli 2 dənəsini götürdü. Oyuncaq, gəlinci götürdü buna da. Yazaq bunu da gəlincik. Bu oldu bizim ilk şərtimiz. Deməli, nə qədər adam hədiyyə götürmədi? 3, 3, 2, cəmi neçə eləyir? 8. Deməli, 2 nəfər də götürməyib. Bu oldu bizim ilk şərtimiz. Gəlin bir də 20 ilə yoxlayaq. 20 qoysaq nə qədər alınacaq? Yazaq buradan belə. Yenə maşın, gəlincik, ortaya yazırıq 3-ü. İndi 20-nin 60% neçə eləyir? 12. 12 nəfər torbadan maşın oyuncaq götürür. 3-ü hər ikisini götürür. Deməli 9 nəfər ancaq maşın götürüb. 50% yəni 10 deməkdir. 10 nəfər gəlinci götürsə 3 nəfər ya hər ikisini götürsə 7 nəfər onda qaldı nə? Təkcə gəlinciyə aiddir. Bu da oldu belə. Nə qədər eləyir buların cəmi? 19 eləyir. Deməli 1 nəfər də hədiyyə götürməyib. İndi 30-u yoxlasaq 30-un 60% 18 nəfər. Yazaq bunu da belə. Maşın, gəlincik. 3 nəfər hər ikisini götürür. 18 nəfərdən 3 nəfər çıxanda 15 nəfər yalnız maşın götürür. 50% 30-un 15 eləyir. 15 nəfər gəlinci götürürsə 3 nəfər hər ikisini götürürsə qaldı bizdə 12 nəfər yalnız gəlinci götürən qaldı. Hədiyyə götürməyən 0. Gəldik bura. Suallara baxırıq. Hansını müəyyən etmək mümkündür? Heç bir hədiyyə götürməyən uşaqların minimum sayı nə qədərdir? Bunu bilirik. Heç bir hədiyyə götürməyən uşaqların minimum sayı. Bəli. Bilirik bunu. Şənlikdəki uşaqların dəqiq sayını bunu bilmirik. Gəlinci götürən uşaqların minimum sayını bunu bilirik. Çünki hamısı minimum götürmüş bayaqdan. Maksimum sayını, oyuncaq maşın götürən uşaqların maksimum sayını Şaxta torbasına kədiyyələrin minimum sayı nə qədər idi? Bunu da bunu tapmışıq bayaqlar. Minimum deməli 10 dənə hədiyyə var idisə, bu düzdür. Oyuncaq maşın götürən uşaqların maksimum sayı nə qədər idi? 30-a qədər gəlir. Yoxsa sonra gedəməli. Çünki hədiyyələrin sayı bitmək üzrədir. Çox getsəydik. 18 dənə oyuncaq maşın hədiyyə götürüb maksimum. Bu da var. Deməli oldu cavab nə? 1, 3, 4, 5. Hansı mütləq doğrudur deyir.
Həm maşın, həm gəniz götürən uşaqların sayı heç bir götürməyən uşaqların sayından çoxdur. Baxırıq. 3. Bunların hər birindən çoxdur. Bəli. Bir düzdür. Yalnız gəniz götürən uşaqların sayı həm maşın, həm gəniz götürən uşaqların sayından çoxdur. Baxırıq. 2. Xeyr, çox deyil. Qalanlarında çoxdur. Bu səhvdir. Yalnız maşın götürən uşaqların sayı həm maşın, həm gəniz götürən uşaqların sayından çoxdur. Baxırıq. Yalnız maşın 3-dür, burada da 3 bərabərdir. Bu da səhvdir, çox deyil hamısında. Heç bir hədiyyə götürməyən uşaqların sayı yalnız gəniz götürən uşaqların sayından azdır. Burada isə 2-2 bərabərsə, deməli bu da səhvdir. Şahta puan toplaza hədiyyə edən say uşaqların sayından çoxdur. Bəli. Olacaq 1, 5. Yalnız gəniz götürən uşaqlarla heç bir hədiyyə götürməyən uşaqların sayı eynisə nəfər uşaq maşın götürmüşdür. Maşın oyuncağı götürüb. Deməli yalnız deyil, maşın oyuncağı götürüb. Bərabərdirsə. Yəni bu şərt deyil. Heç bir hədiyyə götürməyən uşaqların sayı ilə yalnız gəniz götürən uşaqların sayı bərabərdirsə. Nə qədər maşın oyuncağı var? 6 dənə. Cavab oldu B variantı. Bu da belə getdi. Gəlin baxaq indi 46-cı suala. Deyək bir şagird 4 yoldaşının təklif etdiyi oyunun şərtlərinə görə oyunçular onlara verilən suallar düzgün olmasından asılı olmayaraq istədikləri formada cavablandıra və cavablandırmaya bilərlər. Yəni oyunçulara deməli 5 nəfər oyunçunun düzgün qabaqlarına sual verirlər. Məsələn, bir nəfər sual verir. Bunlardan fərqli olan bir nəfər sual verir ki, məsələn, bu oyunu kim kəşf edib? Buna hərəsi fərqli bir cavab verirlər. Bu o deməkdir ki, mən demişəm. Bu o deyir ki, mən deməmişəm. Bu o deyir ki, məndən soldakı deyir. Bu deyir ki, məndən sağdakı deyir. Bu isə deyir ki, mən bilmirəm. Xəbərim yoxdur. İndi gəlin baxaq. Məsələn, tutaq ki, birinci oyuncu düz deyirsə, məsələn, onda düz deyir. Birinci oyuncu düz demir. Birinci adam oyunu tapıbsa, tutaq ki, birinci adam oyunu tapıb. Onda 1 düz deyir. 2 o da düz deyir. 3 o da düz deyir. 4 xəbəri yoxdur. 5 isə səhv deyir. Ondan deyir ki, sağdaş tapıb, sağdaşda işim yoxdur. Bu oldu birincinin düz tapdığı ehtimal. İncə ikincini yoxlayaq. Məsələn, ikinci düz deyirsə, ikinci oyun tapıbsa əgər, bu deyir ki, mən demişəm, səhvdir. Bu deyir ki, mən deməmişəm, bu da səhvdir. Bu deyir ki, soldakı deyir, düz deyir. Bu deyir, bilmirəm, bu da deyir, sağdakı deyir, səhvdir. İncə buna baxaq. Üçüncünün oyunu təşrif edinə baxaq. Deyir ki, mən təşrif eləməmişəm. Daha doğrusu mən təşrif eləmişəm deyir, səhv deyir. 2 deyir ki, mən təşrif eləməmişəm, düz deyir. Bu da deyir ki, məndən soldakı eləyib, səhvdir, özü eləyib. Bunun da xəbəri yoxdur. Bu da ki, sağdakı eləyib, bilmir. 4-dəki deyir ki, 4-dəkinin təklif edinə baxsaq əgər, bu deyir ki, mən eləmişəm birinci, səhv deyir. İkinci deyir ki, mən eləməmişəm, düz deyir. Bu deyir ki, sağdakı eləyir, soldakı eləyir, məndən soldakı eləyir, səhv deyir. 4 deyir ki, bilmirəm, 5 deyir ki, məndən sağdakı eləyir. İndi 5-ə baxsaq. Bu da deyir ki, mən eləmişəm, mən eləməmişəm, məndən soldakı eləyib səhv deyir, bilmir. Bu da deyir ki, məndən sağdakı eləyib, bu da səhv deyir. İndi baxaq suallara. Bir dənə sual var, daha doğrusu aid. Mütləq yalandır. Deyir ki, yalan və doğru məlumat verilənlərin sayı eyni ola bilməz. Baxırıq. Bunda doğru deyən daha çoxdur, yalan deyən çoxdur, yalan deyən çoxdur, yalan deyən çoxdur. Bəli, heç birində bunlar deməli bərabər deyillərsə, düzdür, bizə səhvləri istəyir, deməli bunu çıxdıq. Verilən məlumatın doğru olma ehtimalı yalan olma ehtimalından daha çoxdur. Baxırıq. Verilən məlumatın hansını deyildi? Verilən məlumatın doğru olma ehtimalı yalandan daha çoxdur. Ancaq o bunda düzdür. Burada isə daha azdır. Deməli, səhv deyirsə, bunu götürməliyik. Şəkildəki 4-cü oyuncu oyunu təklif edən ola bilərmi? Mütləq yalandır deyir. Olmaya da bilər. Verilən məlumatın doğru olma ehtimalı yalan olma ehtimalından azdır. Bu düzdür, bunu çıxaracaq. Yalan və doğru məlumat verilən sayı eyni ola bilər, xeyr, heç birində eyni deyil. Deməli, bunu götürük. Cavab oldu 2 və 5-ci cavablar. Gəldik 47-ci suala, biraz uzun və vaxt aparan sualdır. Deməli, bunun dənə
Çəkək. Aşpazları verib, saatları verib, nə üçün hazırladıqlarını verib, neçə nəfərlik üçün, neçə dənə ingrediyentdən və adlarını verib və hansı mayonezdən istifadə edildiyini verib. İndiyə qədər gördüyüm ən çox şey tələb eləyən, yəni ən çox xassə tələb eləyən sualdır bu. Deməli, birinciyi yazaq, bu da nəyi? Ən az ingrediyentli gecə salatı. Ən az ingrediyent. 7 nənəlik gecə salatı. Son zəng səbəbilə keçirilən 42 nəfərli təşkil etdiyi, deməli, salatı son zəng səbəbilə keçirilən 42 nəfərlik məclisdə ikisindən gec, ikisindən tez başlayan məclisdə bilir. Deməli, bu oldu nə? Son zəng üçün keçirilir, yazaq son zəng üçün. 42 nəfər üçün verilir. Vaxtdan ikisindən az, ikisindən çox. Deməli, 17-dir. 17:00. Amma hansı mayonezi demir var bizə? Yazın mayonezini. İngrediyentlərin sayı 8 olan 2-dən 8 verir. Provansal və kalvi. Deməli, bu provansal və kalvi. Mayonezlərin istifadə edən fərəh və nar biləziyi. Bunların yeri dəyişəcəkdə təbii ki, fərəh və nar biləziyi. Bunların yeri dəyişə bilər. Ən tez və ən gec başlayanlardır. Deməli, gəlir bura, yazırıq ən tez və ən gec başlayan 14:00 və yaxud da 19:00. Məlum deyil. Sonra, iştirakçıların say fərqi 12 olan toy və son zəng səbəbilə təşkil olunan məclislər iştirakçıların say fərqi 12 olan toy və son zəng səbəbilə təşkil edilən məclislərdən toy səbəbilə təşkil edilən son zəngdən daha tez başlayıb. Toy səbəbilə təşkil edilən məclis provansalla göstərir. Deməli, yazılıb bura toy üçün saatın adını bilmirik, ingrediyentini bilmirik. Bunun adı nədir? Provansal. Hə, provansal onda oldu bizdə toy üçün. Hə, toy yazıb yuxarı. Bizə dəqiqə. Toy yazıb bura, provansala. Provansal yazıb toyu. İştirakçıların say fərqi 12 olan toy və son zəng səbəbilə təşkil edilən məclislərdən toy səbəbilə təşkil edilən son zəng səbəbilə təşkil edilən məclislərdən tez başlayıb. Deməli, bu 14:00-dur onda. Bu 14:00-dır. Sonra və neçə nəfərlikdir deyir? 12 fərq var son zəngdən. Deməli, 30-dur bu da. Yaxşı, tərkibində riyaba mayonezi olan futbol salatı hazırlayacaq. Deməli, riyaba bilmirik ingrediyentini. Nə üçün? Futbol salatı bunun adı. Ən az iştirakçısı olan məclis ən çox iştirakçısı olmayan və nişan səbəbilə təşkil olan məclisdən gec başlayıb. Deməli, və ən az iştirakçısı olan məclisdir bu. Ən az iştirakçısı olan məclis nə qədərdir? Bizdə 23-dür. Bu da oldu 23-lük futbol. Və deyir ki, bizə deyir ki, indi ən çox iştirakçısı olmayan və nişan səbəbilə təşkil olunan məclisdən gec başlayıb. Bizə hansı saatda qalıbdır? 18:00 və 15:00. Deməli, bu 18:00-dır. Nişan üçün deyil də, belə çıxır ki, onun nişan üçün də buraya yazacaq. Nişan üçün saat olacaq burada 15:00. Tamam, bunu da yazdıq belə. Saatın adını bilmirik, ingrediyentini bilmirik. Sonra bu da gec başlayıb, bunu yazdıq. İlk may səbəbilə keçirilən və iştirakçılarına 10 ingrediyentli salat verən nar biləziyi verilən salatdan gec başlayıb. Hə, ilk may səbəbilə keçirilən və iştirakçılarına 10 ingrediyentli salat verilən məclis nar biləziyindən gec başlayıb. Nar biləziyi nə qədər? 19-dan. Ondan
Hə, onda belə çıxır ki, narla bunun yeri dəyişməlidir. Yazaq indi bunları. Nar oldu burada. Bu o bir nə idi? Fərəh idi deyəsən. Hə, fərəh oldu burada. Bunu da yazdıq belə. İndi bizə deyir ki, ilk maaş səbəbi ilə keçirilən, ilk maaş səbəbi ilə keçirilən və 10 inqridientli. Onda belə çıxır ki, bu olacaq futbol. Bunu yazaq maaş. Çünki 10 inqridientli, yəni nişandır. Nişan da ola bilməz. Çünki altı deyir ki, ilk maaşdır. Onu yazdım bura. Onu 9 üstü nişana. Gecə deməli, bura qaldı nə? Tısbağa. Bu da oldu tısbağa. Saatını bilirik. Ən gec olmayan səfər məsələ bir şey dedi. Hə, nişan ən çox olmayandır. Ən çox olmayan desə, onda bu neçə qaldı buna? 40 qalır. Onda ən çox buna da oldu 44. Onda bu nə səbəblə keçirilir bəs? Toy, ad günü. Bu da oldu ad günü. Hə. Daha gec onu da yazdıq. Real mayonezli salatın verdiyi məclis iştirakçıların sayı Maxayevdən çoxdur. Real deməli Maxayevdən çoxdur. Onda gəldik buraya yazdıq Real. Buraya yazdıq Maxayev. Hamısını beləcə düzdük. 6 dənə bizə şərt vermişdi. Suala baxaq. Sayların azalma sırasını düzün. Tamam, düzək. Azalma sırasını düzək deyir. Ən az bizə nədir? Ən çox bizə ad gündür. Ad gündən başlayan, 5 ilə başlayan bir dənə C variantı var. Bəs cavab oldu C variantı. Keçdik bu suala. Deyir ki, özür istəyirəm. 1564-cü ildə anılmış Shakespeare'in Azərbaycan dilinə ən çox tərcümə olunan əsəri Hamlet olmuşdur. Bu əsərin sujeti o zaman geniş yayılmış və haqqında müxtəlif əsərlər yazılmış. Hamlet əhvalatından götürülmüşdür. Hamlet əsəri ilk dəfə 13-cü əsrdə, yəni 1200-cü illərdə Sakson Qrammatik Danimarka tarixi kitabından xəbər verir. Sonradan bu əsər 1608-ci ildə ingilis dilinə tərcümə olunur və daha sonra Londonda Thomas Kiddin Hamlet faciəsi tamaşaya qoyulur. Lakin bu əsər bizə gəlib çatmamışdır. Hansı tam doğru sayıla bilməz? Hamletin ilk müəllifi Shakespeare deyil. Bəli, bu düzdür. Çünki deyir ki, 13-cü əsrdə yazılıb, Shakespeare isə 16-cı əsrdə anadan olub. Bu düzdür. Thomas Kiddin Hamleti ingilis dilində yazılmaması müəyyən deyil. Thomas Kiddin Hamleti ingilis dilində yazıb yazılması müəyyən deyil. Bəli, çünki bizə deməli ki, Thomas Kidd ingilis yazıb müəyyən deyil. Thomas Kiddin Hamlet faciəsi 17-ci əsrdə tamaşaya qoyulub. İngilis dilində tərcümə olunub. Daha sonra isə London Thomas Kiddin biz Thomas Kiddin neçənci əsrdə, neçənci ilə qoyduğunu demir bizə. Bəlkə elə 1700-cü illərdə qoyur. Dəqiq məlum deyil. Amma deyəni götürə bilərik yəni. Shakespeare'in Hamlet əsəri dəfələrlə dilimdə tərcümə edilir. Bəli, çünki deyir ki, ən çox tərcümə olunan dəfələrlə yəni. Shakespeare'in Hamlet'in ingilis dilində yazıb yazılması müəyyən deyil. Bəli. Bizə o barədə demir ki, yəni Shakespeare'in əsəri ingilis yazılmışdır. Cavab olur bizdə C variantı. İndi yenə bizə qəbul düşmüş suallara gəlin baxaq. Ovçular Heym, Purdey, Beretta, Benelli və Merkel firmalarının istehsalı olan tüfənglərlə sahələr təxminən bu boyda verib. Deməli, bizə nə verib? Heym, Beretta, Benelli, Merkel, bir də Purdey. Sahələri verib. Və nəyə verib? Təsərrüfatı verib. Bir də heyvanı verib. Nə üçün istifadə olunur? Zədə beləcə qurduq. İndi ki, ovçular Purdey, Heym və Merkel firmalarının istehsal olan tüfənglərdən zadalananlar arasında ən böyük və ən kiçik olmayanlardır. Belə çıxır ki, ən böyük və ən kiçik Beretta və Benellidir. Ancaq bu şovuna çıxdılar. Deməli, baxırıq buradan
var bizdə nə? Qırqovul, cüyür, dağ keçisi, kəhlik və ördək. Buradan demək olar ki, bizə nə qaldı? Beretta və Benelli oldu bizdə ən böyük və ən kiçik, yəni 3 və 60. Eyni zamanda da bunlara qaldı nə? Cüyür və dağ keçisi. Cüyür və dağ keçisi qaldı bunlara. Deyək ki, Beretta və Benelli Qax və Şəkidədir. Eyni zamanda bunlar oldu Qax və Şəki. 15 sağlanan ovçuluq təsərrüfatlarından birindən 15 dəfə kiçik olan yaşma. O olacaq təbii ki 4-dən 60. Yaşma Purdey firmasının istehsal etdiyi silahlar ördək ovunacaq. Deməli bu belə deyim, sayısı 4'dür. Təsərrüfat yaşma ördək ovunacaqdır. Çünki niyə 4 deyil? Çünki 4 60-dan 15 dəfə kiçikdir. Qırqovul ov üçün çıxılan sahə Samux ovçu təsərrüfat sahəsindən kiçik, cüyür ov üçün çıxılan bel sahəsinin istehsal etdiyi tüfənglə çıxılan sahədən böyükdür. Deməli, Berettadan böyük bir şey varsa, Beretta ən kiçikdir bizdə. Yəni 3'dür. Və cüyür ov üçün çıxılır. Berettada cüyür ov üçün çıxılır. Yazılır bura cüyür. Onda belə çıxır ki, Benelli oldu 60. Bu da çıxacaq dağ keçisi üçün. Keçisi. Qırqovul ov üçün çıxılan sahə. Samux ovçuluq sahə təsərrüfatının sahəsindən kiçikdir. Samuxdan kiçikdirsə, deməli, Qırqovul ov üçün çıxılan sahə bilmirik. Samuxdan kiçikdir. Samux. Berettadan böyükdür. Dağ keçisi üçün Şəki. Dağ keçisi Şəkidirsə artıq deməli digər nədir? Qaxdır. Buna da yazacaq qaxı. İndi qaldı Samuxla Qırqovul. Sonra kəhlik ovu üçün Heym firmasının istifadə etdiyi tüfəkdən istifadə olundu. Kəhlik. Buna da yazacaq kəhlik. Deməli onda buna qaldı Qırqovul. Deməli Samuxdan böyükdür. Deməli Samux oldu onda bura. Buna da qaldı ulduz. Ondan əgər kiçikdirsə, Samuxdan kiçikdirsə, bizə olacaq bu 40,4. Bu olacaq onu 4, yox, 5000. Bunu da yazdıq belə. Keçdik suallara. Deyək ki, bizdə artma ardıcılığından düzündeyiz. Təsərrüfat sahələrinin artma ardıcılığından düzün. Ən kiçik hansı bizdə? Deməli, Beretta, Purdey, Merkel. Getdik. Beretta. Bulan şeyini tapmalıyıq biz. Beretta hardadır? Qax. Yaşma ulduz. 4, 2, 3. 4 2-3-lə başlayayım. Bir dənə Y variantı var və hesabı. İndi gəldik bura. Deyək ki, Rövşən, Akif, Qədir və Samir eyni bir binanın 6, 7 və 8-ci mərtəbələrində yerləşən 1-2-4 mənzilli otaqlı mənzillərə müxtəlif kreditlərlə bu qədər ilk ödəniş edirlər. Getdik. Deməli var bizdə Rövşən, Akif, Qədir, Samir. Var bizdə otaq, sonra mərtəbə, sonra kredit və ödəniş. Bunu da beləcə düzdük. İndi gəlin baxaq. Deyək ki, 3 illik kreditlə alınmayan 6-cı mərtəbədə yerləşən 4 otaqlı mənzil üçün, deməli, 6-cı mərtəbədə yerləşir, 4 otaqlıdır. 3 illik kreditlə alınmayıb, deməli bilmirik neçə illik kreditlə alınıb. Nə qədər ilk ödəniş edilib? 13.000 ilk ödəniş edilib. Məlum deyil. Samirin 2 otaqlısından aşağıda yerləşən mənzili Akif 14.000 manat ödərək 4 illik kreditlə alıb. Deməli Samirin 2 otaqlısı var. Yazaq Samirə 2 otaqlı mənzil. Aşağıda yerləşir. Deməli bu ya 7-dir, ya da 8-dir.
Aşağıda yerləşən mənzili Akif. Deməli, bu da ya 6-dır, ya da 7-dir. 4 illik kreditlə nə qədər ödəyib? 14.000 manat ödəyib. Deməli, belə çıxır ki, biz bu ifadəni ya yazacağıq Rövşənə, ya yazacağıq Qədirə. Məlum deyil. Ən az kredit müddətinə alınan və otaqların sayı 3 olmayan mənzil üçün Rövşən Samirdən çox ödəniş eləyib. Ən az kredit müddətinə alınan. Yəni neçə ilə? Ən az kredit müddəti 2 il. 2 ilə alınan və deməli bizdən 2 kredit müddətinə alınan otaqların sayı 3 olmayan. Otaqların sayı 3 deyil. Deməli 3 olmayan və mənzil üçün Rövşən Samirdən çox ödəniş eləyib. Ödəniş nə qədər qalıb bizdə? 14 getdi. Çox deyilsə deməli biz bunu yazanmarıq artıq Rövşənə. Deyir ki, Rövşən Samirdən çox ödəniş eləyib. 13.000 deyil də, onda belə çıxır ki. Yaza biləcəyimiz tək ki, bu qaldı onda buna. 13, bunu yazaq 6, bunu yazaq 4. 3 illik kreditlə alınmışsa, onda neçə illik kreditlə alınıb bu? 5 illik kreditlə alınıb, onda bunu yazdıq neçə? 2 il, yox, 3 illik kreditlə alınıb Samir. Ondan çox ödəyib deyir. Samirdən çox ödəyirsə, deməli bu olacaq onda 15.000. Bu olacaq onda 16.000. Otaqların sayı deyir ki 3 olmayan. Deməli onda 3 Akifindir. Bir də qaldı Rövşənə. Onda bu da yerləşir neçədə? Bilmirik. 6, 7 və 8-də yerləşir. Bunda mərtəbəsinin sayını bilmirik hələ. Neçənci mərtəbədə yerləşir? Dəqiq məlum deyil. Necə bir şey deyir? Rövşən halda yerləşir, Samir halda yerləşir. Verməyib bizə. Baxaq suallara görə nə deyir hələ. Mənzillərdən ikisi 8-ci mərtəbədədir. Bu mənzillər neçə otaqlıdır? Hə, onda belə 8 ola bilər, bir də bu. Bir dənə də bu. Onda cavab olur 1-dən 2. 1-dən 2 bizdə A variantı. Hansı səhvdir? Akifin mənzili 4 otaqlıdır. Akifin mənzili 3 otaqlı, cavab olur bizdə variant. Neçəsi mütləq doğrudur? 3 illik kreditlə alınan mənzil 5 illik kreditlə alınan mənzildən yuxarı mərtəbədən birindədir. 3 illik kreditlə alınan mənzil 6-da 7 yerləşir. 5 illik kreditlə alınan mənzil 6-da yerləşir. Yuxarı mərtəbədən birindədir. Ola da bilər, olmaya da bilər. Mütləq doğru deyil, olmaya da bilər. Mənzillərdən ikisi qədim mənzildən aşağı mərtəbədə yerləşir. Mənzillərdən ikisi qədirdən aşağıda yerləşir. Xeyr, qədirdən aşağıdakıdır. Mənzillərdən yalnız bir sərsə yerləşir. Olmaya da bilər bu. Akifin mənzili 7-ci mərtəbədədir. Ola da bilər, olmaya da bilər. Bir və ya çox otaqlı mənzillər eyni mərtəbədədir. 1-dən 3 eyni mərtəbədədir. Xeyr. 3 illik kreditlə alınan mənzil 5 illik kreditlə alınan mənzildən yuxarı mərtəbədən birindədir. 3-dən 5. 3 5-dən yuxarı mərtəbədən birindədir. Bizə şərtdə nəsə deyir? Bizə rəqəm, cəzim mütləq doğrudur. 3 illik kreditlə alınan mənzil 5 illik kreditlə alınan mənzillərdən yuxarı mənzillərdən birindədir. Mərtəbələrdən birindədir. Mənzillərdən ikisi qədim mənzildən aşağıda yerləşir. Bu dəqiq səhvdir. Mənzildən yalnız bir sərsə yerləşir. Bu dəqiq məlum deyil. Ən az 6-cı mərtəbədə yerləşir. Samirin iki otaqsından aşağıda yerləşən mənzili. Samirin iki otaqsından aşağıda yerləşən mənzili. Akif. Deməli, ya Akif 6 ya 7-dir. 8 deyil də, bu dəqiq 8 deyil. Rövşən barəsində bir məlumat verməyib bizə. Suala bir də baxaq. Nə deyir biz orada? Neçəsi deyir ki, mütləq doğrudur. Akifin mənzili 7-ci mərtəbədə yerləşir. Akifin mənzili 7-də yerləşmir. 7-də yerləşə bilər. Dəqiq məlum deyil.
Samirin çoxcaqsını şəhərdə yerləşən mənzili Akif Arif. Yəni bu şərtin bu arada buna dəxli yoxdur ha. Akif mənzili 7-ci mərtəbədə 1 ilə 3 otaqlı mənzillər eyni mərtəbədə neynirlər? Yerləşirlər. 1 ilə 3 eyni mərtəbədə yerləşir. Bu səhvdir, bu dəqiq səhvdir bu. 3 il kreditlə alınan mənzil 5 il kreditlə alınan mənzillərdən yuxarı mərtəbədən birindədir. 3 5-dən yuxarı mərtəbədən birindədir. Hə, 3 il kreditlə alınan mənzil 5-dən mən səhv elə baxıram. Bəli, düz deyil. Bir dənəsi doğrudur. Bu düzdür. Sonra deyək, qloballaşma nəticəsində A bölgəsində yaşlıqların bir çoxu məhv oldu cümləsindən çıxan nəticə hansıdır? A bölgəsi qloballaşmadan zərər çəkən yeganə ərazi deyil. Bu deyilməliyik. Dünyanın hər yerində qloballaşmanın təsiri hiss olunur. Yaşıl örtüyün yox olmasının tək səbəbi qloballaşma deyil. A bölgəsində qloballaşmadan ən çox zərər görən ərazidir. Qloballaşmadan əvvəl A bölgəsində yaşlıqlar daha çox idi, bəli. Məntiqi cəhətdən baxsaq, cavab E variantıdır. 5 tələbənin 3 fən üzrə imtahan nəticələri verilmişdir. Deməli, deyək ki, bizdən 5 dənə nəfər var. Teymur, Seymur, Leyla, Aynur və Çingiz. Bunlar deməli, tarix, məntiq və fəlsəfədən qiymət alırlar. 3 fəndən 5 alıb. 3 nəfər tarixdən 5 alıb. Seymurla Teymur məntiq və fəlsəfədən 2 alıblar. 2 Çingiz fəlsəfədən 2 alıb. Çingiz, Leyla, Aynur məntiqdən 4 alıblar. Yazaq bunda 4. Aynurla Leyla fəlsəfədən 3 alıblar. Tarixdə Seymurla Leyla 4 alıb. Qalanlarda 5 alıblar. Şəhərdə demişdik, 3 nəfər tarixdən 5 alıb. 3-dən aşağı deyil, orta hesabından kim qiymət alıb? Bu. Seymur. Çünki cəmi 8 eləyir, 8 3 bölündə 8 2-yə bölündə, 8 3-ə bölündə 3-dən az eləyir. Sonra 55-ci və maraqlı bir dim sualı. Baxaq. Əslində gəlin belə eləyək. Bunu buradan çəkməyək də bunun üzərində işləyək. Bizə deyək. Deyək ki, bizə bu məntəqə O-dan başlayır, yola düşürlər. Ekspres post şirkəti kuryer işçilərinə şəkildə göstərilmiş marşrut ilə bağlamanı daşıdığı məntəqənin uzaqlığına və bağlamanın çəkisinə münasib şəkildə daşıdığı yükün kiloqramla getdiyi yolun hasilindən 10 dəfə daha az məvacib ödəyir. Yəni, yük vurulsun, məsafə bölünsün 10. Bərabər nəyə? Pula. İndi buradan baxsaq ki, 55-ci sual deyir ki, eyni çəkili bağlamalarla ofisdən çıxan kuryer onların yarısını D məntəqəsinə apardı. Gəlir D-yə. Qalan yarısını C məntəqəsinə təhvil verdikdən sonra qalanını B məntəqəsinə çatdırdı. Kuryerə bunun üçün 36 manat pul ödəndi. Kuryer neçə kiloqram yüklə çıxmışdı. Bax, məsəl üçün, deyək ki, X-lə çıxır. Gəldi D-yə, onun yarısını verdi. D-yə nə qədər məsafə var? 2. Quraq 2. Üstə gələk. Qalan bağlamanın yarısını. İndi X-dən X minus 2 çıxanda qalar neçə? X minus 2. Onun da yarısı X minus 4'dür. X bölək 4 daha doğrusu. X bölək 4'ü nə edirik indi? Biz neçəyə vuracaq? Deyək ki, gəlir C-yə. İndi O-dan C-yə qədər nə qədər məsafə var? 3. İndi bunu da vurduq 3-ə. Üstə gəlinsin. Qalan yarısını isə, yəni o X bölək 4'ü də hara aparır? B məntəqəsinə verir. B isə buradan O-dan başına 5 eləyir. Vurulsun 5. Bərabər nə qədər eləyir? 36. Gəlin bunu hesablayaq indi. Bu X getdi bunlar. Üstə gəlinsin. 4'də 3 ilə 4'də 5. 4'də 8 elədi necə? Yəni 2x. Bərabər nəyə? 36-ya. Hə, bir də bunları bölək 10 da var.
Bir də bunları toplayıb bölürük 10-a. 36-nın vurduğuna da 360. Çünki burada demiş ki 3 ilə məsafəni vurub bölsən 10-a. Bunları vurduq, topladıq, bölürük 10-a. Deməli neçə elədi? 360. Bizə də deyək ki, həmin o 360-ı silək. Hə. X üstəgələk 2x bərabərdir 3x 360, x bərabərdir neçəyə? 120. Deməli bu 120 kiloqramdan yola çıxmışdır. İndi deyək ki, burada ofisdə kuryerə çəkisi cəmi 100 kiloqram olan 4 dənə bağlama verilir. Bunların çeyni çəkili idi. Tapşırdı ki, 30 kiloqramlıq bir bağlamanı D-yə, ikincini C-yə, üçüncünü B-yə çatdıqdan sonra yüngül çəkili olan sonuncu bağlamanı isə A-ya versin. Buradan deyək kuryerə nə qədər pul ödənməlidir. Gəldik deməli. 30 kiloqramlıq bir bağlamanı gətirir hara? Deməli, gətirir D-yə. D2-dir. Deməli, 30 vurulsun 2. Toplayaq. Sonra, ikinci gətirir C-yə. C-yə isə 3-dür da buradan. Bax, 2 buradan, bir də buradan 3. 3 vurulsun, neçə? 30. O birini hər gətirir B-yə. O da 5-dir. 30 vurulsun 5. Üstə gəlinsin, qalanını isə 10 kiloqramlıq çəkili olan yükü gətirir hara? A-ya. Bax, indi gəldi buradan, bura qədər 5 gəlir, gəldi B-yə qədər 5. Buradan geri qayıdır C-yə, C-dən gəlir A-ya. Yəni 5, 5-dən gəldi bura 2, 7, 7-dən yuxarı qaldı 8. Yəni 8 vurulsun 10, bölək onu. İndi cəmləyək bunları. Buradan hamısından 6, 9, 15, 30, 38. Cəmi eləyir 38 kiloqram, 38 manat pul ödənməlidir. H məntəqəsindən 30 kiloqram çəkisi olan bağlama daşıyan kuryerə şirkət ən az neçə manat pul ödəməlidir? Gəldi buradan, çıxdı. Həm belə gələ bilər. 2, 3, 2, 7 ilə, bir də 4, 2, 2, 8 ilə. Bizə lazımdır ən az deyək çünki. 7 ilə getməliyik. 7 vurulsun 30, bölünsün 10. Bərabəri 21. E variantı. Sonra baxırıq 58-ci suala. Bizə deyir ki, imtahanda 85 baldan aşağı nəticə göstərənlərin imtahanın 85 baldan aşağı nəticə göstərənlərin sayı imtahan verilənlərinin düz 75%-ni təşkil edir. Əgər 85 bal toplayanların sayı 18 nəfərdirsə, hansılar doğrudur? Baxın, tutaq deyək ki, 85-dən aşağı nəticə göstərənlərin belə bir ifadə versək, bu 75% təşkil edirsə, 85 bal toplayan sayı 18 nəfərdir. Deyək ki, 85 baldan yuxarı toplayan adam yoxdur. Minimum götürək də. 85 balda neçə nəfərdir? 18 nəfərdir. Deyək ki, bu qalan 25% olsun 18. Onda 100% neçə olur? X olur. Buradan X bərabəri 72-yə. Deməli, ən az bizdə var 72 nəfər. Deməli, ən az 72 nəfər imtahan verib. Ən az. Bunlardan 75%, yəni 4-də 3-ü keçib. 75-i 4-də vurub, 4-də bölüb 3-ə vuranda necə 54 nəfər. 54 nəfər, deməli neçə bal yığıb? 85 baldan aşağı nəticə yığıbdır. 18 nəfər isə 85 bal yığıb. Deyək ki, çox yox da bilmirik. Ən az götürmüşük. Hansı doğru deyil? Ən az 55 nəfər 85 baldan aşağı göstərib. Xeyr, ən az 54 nəfər göstərib. Bu səhvdir. Ən çox 100 nəfər imtahan verib. Bunu bilənməliyik. Ən az 70 nəfər imtahan verib. Bəli, bu düzdür. Ən çox 7 nəfər 85 baldan yüksək nəticə göstərib. Bunu da deyənməliyik. İmtahan verilənlərin sayı 85 deyil. İmtahan verilənlərin sayı 85, bizə dəqiq 72 nəfər, 85, cürək yoxdur, yapacaq alınacaqmı? 85 nəfər imtahan versə, biz bunu tapacaq 25, 4-də bölünmür. Bəli, atan 4-də bölünmədiyinə görə bu düzdür. Cavab olacaq bizdə 3 və 5. Niyə bunu götürdük? Çünki bizə deyir ki, 85 nəfər imtahan verirsə, imtahan verilən ki 75%-ni təşkil edir. Biz bunu vurmalıyıq 4-də 3-ə. Bu 4-də bölünmürək. Onca bunu çıxdıq. İndi deyək ki, ticarət mərkəzində mağaza və restoranlar yuxarıda göstərilir kimi 1-ci və 10-cu
Birdən 10-a qədər nömrələnib. Bunlardan 3 dənəsi geyimdir, 2 dənəsi ayaqqabıdır, 2 dənəsi kitabdır, bir dənəsi meyvədir, 2 dənəsi restorandır. İndi nə qədər elədi bunların sayı? 10 elədi. Məlumdur ki, 3 nömrəli meyvə mağazası geyimli ayaqqabının arasında yerləşir. Deməli, gəldik bura, yazdıq bura. 3 nömrəli nə? Meyvə mağazası. Bu oldu meyvə. Geyimlə ayaqqabının arasındadır. Bunların yeri dəyişə bilər. Ayaqqabı, bura geyim ola bilər, bura ayaqqabı ola bilər. Yerlər dəyişə bilər yenə də. Sonra, geyim mağazalarından ikisi yanaşıdır, üçüncüsü isə bunlarla eyni sırada deyil. Deyək ki, geyim bura qoysaq və ya bura qoysaq. Bir də aşağıda olar da, məsələn, bunlar da olardı. Və yaxud da, ya bunları biz yuxarıdan yazaq. Burada çox yerimiz yoxdur zaten. İndi demişdik bayaq bu meyvə idi. Bu geyimlə nəyin arasındaydı? Ayaqqabının. Və yaxud ola bilərdi geyim, meyvə, ayaqqabı. İndiki geyimin ikisi yanaşıda ola bilər burada. Aşağıda ola bilər. Bunu yazanmarıq hələ. Kitab mağazaları yanaşıdır. Onda beləsi kitab aşağıda olmalıdır. Çünki kitabı buraya yazanmarıq. 3 dənəsi yazmışıq artıq. Yanaşı ola bilməz. Biri burada, biri burada olmalıdır. O da alınmır. Geyim mağazalarının heç biri restoranla yanaşı deyil. Deməli, restoran burada deyil və ya burada da deyil. Ayaqqabı mağazaları eyni sıradadır. Ayaqqabı buraya yazmışıq, bunu da buraya yazmalıyıq. Ayaqqabını. Yazdıq ayaqqabını bura. Deməli, bizdə nə qaldı? 3 dənə geyimlə 2 ayaqqabı getdi, bunu yazdıq. 2 dənə nə qalmışdı bizdə bir dənə? 2 dənə ayaqqabı, 2 dənə kitab. Hə, kitabın üstünə aşağı yazdıq. Restoran dedi ki, bizdə nə deyil? Geyim mağazalarının heç birine yanaşı ola bilməz. Biz ancaq geyim bölünə qaldı restoran yuxarıda. Öncə restoran olmalıdır aşağıda. Bir də 2 dənə restoran var da bizdə. İkisi aşağıdadır. Bir də qaldı nə? Geyim. Geyimin də təbii ki, birini yazacağıq onu da buradan. Onu da biz belə elə bilərik burada. Gəlin kitabları yazaq buradan. Geyimi yazaq buradan. Bunu düzdük belə. İndi ki, hansı mütləq səhvdir? Ayaqqabı mağazalarından biri kitab mağazalarla mütləq kitab mağazalarından biri yanaşıdır. Kitab aşağıdadır. Ayaqqabı yuxarıdadır. Heç bir yanaşı deyil. Az səhvdir əslində. O belə yox. Birinci sırada geyim mağazası ayaqqabılardan birinə yanaşıdır. Geyim mağazaları ayaqqabına yanaşıdır. Birinci sırada geyim mağazası ayaqqabı mağazalarına bir ilə yanaşıdır. İndi bizə dəqiqə. Və yaxud deyir ki, bizə geyim mağazalarının ikisi yanaşıdır. Ayaqqabı mağazaları eyni sıradadır. Lakin yanaşı deyirlər. Hə, yanaşı deyirlər deyir. Eyni sırada, lakin yanaşı deyirlər. Onda biz belə eləyə bilərik. Buradan geyimi silib, yazaq bura bir dənə A. Restoranlar barəsində nəsə bir şey deyib bizə, geyim mağazanın heç bir restoran yanaşı deyil. Onda biz bunları silək buradan. Yazaq. Bu da deməli qaldı kitablar, 2 dənə geyim və yaxud da belə deyim də, kitaba yazaq buradan, restoran yazaq buradan, 2 dənə geyim də olsun buradan. Bu da oldu belə. Onda restoran biri qaldı yuxarıda. Deyək ki, ayaqqabı mağazalarından biri kitab mağazalarından biri ilə yanaşıdır. Xeyr, bu səhvdir. Restoranlardan biri geyim mağazalarından biri ayaqqabına yanaşır, düzdür. Restoranda bir 6 nömrəli yerdə yerləşirlər. Restoranlar 1 və 6-da yerləşirlər. Düzdür, yəni mütləq səhv deyil. Restorandan biri ayaqqabı mağazaya yanaşıdır. Bəli, yuxarıda yanaşı idi. Kitab 2-ci sıradadır. Bəli, düzdür. Bir dənə A variantı səhvdir bizdə. Keçək
60-62-ci suallara ki, bu da keçən il və bu ilin 26-cı ilin qəbul suallarıdır. Bir dənə səhifəni yeniləyək. İndi gəlin bunları çəkək. Bir dəqiqə. Buradan. Yeddi ölkəni təmsil edir. Azərbaycan, Gürcüstan, Fransa, İtaliya, Almaniya, Rusiya və Türkiyəni təmsil edən bu təvəllüdlü, bu çəkiyə malik A, B, C, D, E, H idmansları haqqında məlumdur. 65 rəqəm çəkisi olan idmanslar A ilə B-dir. Deməli, yazaq A və B. Bunlar 65 rəqəm çəkiyə malikdirlər. Ən gənc idmançı İtaliyanı təmsil edən D və ondan 9 yaş böyük olan Almanya təmsilçisi Y. 75 rəqəm çəkiyə malikdirlər. Hə, deməli D ilə də E 75 rəqəm çəkiyə malikdirlər. Biri ən gəncdir, biri ondan 9 yaş böyükdür. Ən gənc bizdə 2000-dir. Ondan 9 yaş böyük. Yəni 1991-də kim var? Almaniya var. 1991-də bu İtaliyadır. Bu da Almaniyadır. Azərbaycan təmsilçisi A 1991-də anlanılıb. Rusiya təmsilçisi F və G-nin doğulduğu illər fərqli olsa da F ilə G eyni illər eyni fərqli olsa da onlar göstərirdilər eyni rəqəm təşkil olunur. Yəni 1998 və 1989. Bunlar yeri dəyişə bilər də 1989 və 1998 bunlar dəyişə bilərlər. Hə. 70 rəqəm çəkiyə malik olan C 70 rəqəmdir. 1989-da anadan olub və 70 rəqəm çəkiyə malikdir və Fransa təmsilçisidir. Yazaq Fransa. Ən ağır çəkili idmançı Türkiyə təmsilçisi H-dır. H. Deməli, ən ağır çəki 90 kiloqramdır. Türkiyəlidir. Bunu yazdıq belə. Başqa A və C, F haqqında bir məlumat yoxdur. Hə, A-nı yuxarıda vermişdi 65 kiloqram. Bunu yazaq. Bunu verib bizə 65 kiloqram olduğunu. Deməli, Azərbaycan təmsilçisi 65 kiloqramdır. B haqqında heç məlumat verməyib. F ilə G-də ikisi də Rus təmsilçilərdir. Onda bir dənə B-yə qaldı. Haraldı? Gürcüdür. İllər 2000, 91, 91, 89, 89, 98, qaldı 96 və 86. Bunlar da məlum deyil hələ ki. Keçək suallara. Hansı variantları, hansı idmançılar yaşıdırlar? Azərbaycan və Almaniya təmsilçiləri yaşıdırlar. Yazaq, Azərbaycan və Almaniya təmsilçiləri yaşıdırlar. Hansıların yaşını müəyyən etmək mümkündür? B-nin yaşını müəyyən etmək mümkün deyil. F-in çəkisini müəyyən etmək mümkün deyil. Gürcüstan idmançısının çəkisini tapmaq mümkündürmü? Bəli, 65 kiloqramdır. Yalnız 3 Y variantındadır. Hansı mütləq doğrudur? B C-dən ağırdır. Bilmirik. F C-dən çoxdur. Məlum deyil. 86 təvəllüdlü idmançı D-dən daha ağır çəkilidir. D nə qədərdir bizdə? 75-dir. 86 65-dir. Bu 90 olmaya da bilər. H B-dən 10 yaş böyükdür. H B-dən 10 yaş böyükdür. Olmaya da bilər əslində. Y C-dən yaşca kiçikdir. Y C-dən yaşca kiçikdir. Bəli. 1.91, 1.89-dur. Cavab oldu Y variantı. Və belə bir sual verib bizə. Deyək ki, 5 uşaq 6 valideyn aşağıdakı qaydaya uyğun olaraq şəkildəki kimi dairə masa arxasında oturublar. Hər valideynin bir tərəfində uşaq, bir tərəfində valideyn oturmalıdır. Hər uşaq yalnız öz valideynin yanında oturmalıdır.
Verilmiş qaydanı pozmadan masa arxasına əlavə olaraq hansılara oturması mümkündür? Birincidə deyək ki, ata və anası ilə uşaq. Yəni V, U, V. İndi biz bunu nə edə bilərik? Hara yaza bilərik bunu? Məsəl üçün, deyək ki, bizə hər valideynin bir tərəfində uşaq, bir tərəfində valideyn oturmalıdır. Və hər uşaq yalnız öz valideynin yanında otura bilər. Biz gətirib bunu buraya yaza bilərikmi? V, U, V-ni. Baxın, tutaq ki, bu bunun uşağıdır. Daha doğrusu. Baxın, tutaq ki, bu bunun uşağıdır. Bu bunun uşağıdır. Bu belə alınır, bu da belə alınır. Bu da belədir. İndi biz bunu hara əlavə edə bilərik? Məsələn, bura əlavə eləsək, V, U, V alınır. V, U, V-ni bura əlavə elə bilərikmi? Bəli, çünki bir tərəfində valideyn, bir tərəfində uşaq alınır valideynin hər birində. Bura əlavə elə bilərik, bura əlavə elə bilərik, burada əlavə elə bilərik. Bu mümkündürmü? Bəli. İki uşaq anası ilə. Məsələn, uşaq, valideyn. Bunu biz, məsələn, bura qoyanmarıq. Çünki hər tərəfində uşaq olur valideynin. Bura qoyanmarıq, burada hər tərəfində uşaq olur valideynin. Əslində, bu valideynin hər tərəfi uşaqdır. Bunu belə düzəlməliyik. Məsələn, belə də düzəlməliyik. Çünki yaxşı, bunu belə düzməyə çalışsaq şuraya uşaq, valideyn, valideyn. Məsələn, bura düzək indi. Uşaq, valideyn, valideyn. Valideyn hər tərəfi onda valideyn olacaq. Bu da səhvdir. Deməli, ikincisi alınmayacaq. Ana ilə uşağı. Yəni, U ilə V-ni əlavə eləsək hara? Məsələn, U ilə V-ni bura əlavə eləsək, hər tərəfində uşaq olur. U ilə V-ni bura əlavə eləsək, uşaq, valideyn. İndi belə bir şey deyim. Burada bəyanat deyir ki, hər uşaq yalnız öz valideynin yanında durmalıdır. Bura əlavə eləsək uşağı, başqasının valideynin yanında duracaq. Onca bu da alınmayacaq. Yalnız bir bizim düzgün cavabımız olacaq. 64-də deyək ki, yenə sonuncu sualımız 2026-cı ilin qəbul sualıdır. Kamal, Anar, Rasim, Samir və Elnur avtomobildə gedirlər. Onlar müxtəlif peşə sahibləridirlər. Müəllim, karateci, rəqqas, proqramçı, basketbolçu. Deməli yazaq. Anar, Kamal, Rasim, Samir, Elnur. Bunlar nədirlər? Karateci, rəqqas, proqramçı, basketbolçu və müəllim. Deyək ki, sükan arxasında oturan müəllimdir. Deməli, buna bir dənə rol deyək. Bunun arxasında oturan kimdir? Müəllimdir. Yazdıq bura müəllim. Deyək ki, indi onun yanında Kamal oturur. Yəni, bu oldu Kamal. Bizə dəqiqə bunu düzgün yazaq. Deməli, buna bir sükan desək, bilmirik kimdir. Müəllimdir amma sənədir. Bu bizim ilk sıramızdır. Arxada isə deməli, belə çıxır Kamal müəllim deyil. Gəlin bunu tez qeyd eləyək. Kamal nə deyil? Müəllim deyil. Mənfini qoyduq. Sonra deyək ki, Rasim arxada. Daha doğrusu Samir arxada, Rasimlə basketbolçunun arasında oturur. Deməli, Samir arxadadır, Rasimlə basketbolçunun arasındadır. Bu deməkdir ki, Kamal basketbolçu deyil. Yazaq, Kamal həm də basketbolçu deyil. Kamal basketbolçu deyil. Eyni zamanda Rasimlə Sənan da müəllim və basketbolçu deyirlər. Rasimlə müəllim və basketbolçu deyirlər. Rasimlə Sənan. Belə yazdıq. Sonra deyək ki, bizə karateci olan Samirlə qonşuluqda yaşayır. Samir karateci olan Samirlə qonşuluqda yaşayır. Bilmirik kimdir. Deməli, Samir karateci də deyil. Elnur basketbolçunu uşaqdan tanıyır. Deməli, Elnur basketbolçu da deyil. Basketbolçu həm də Elnur deyil. Deməli, Kamalla Samir də rəqs edə bilmirlər. Kamalla Samir də
rəqs edə bilmirlər. Buradan artıq aydın olacaq ki, basketbolçu olacaq kim? Anar. Mənfiləri qoyaq. Sonra buradan Samir olacaq kim? Bir dənə qaldı P, proqramçı. Kamal olacaq karateci. Rasim olacaq rəqqas. Enur olacaq müəllim. Bizdən kimisi karateci kimdir? Karateci bizdə Praktor Kamaldır. Da belə. Və beləcə ən çox vaxt aparan, qəbula düşmüş, əvvəlki illərdə düşmüş, bu ilki düşmüş, düşə biləcək və maraqlı ola biləcək vaxt aparan bütün məntiq sualların, mətnin məntiq təhlil suallarının hamısına baxdıq. Yəni siz bu suallara baxıb 100% gedib imtahanda yazarsınız, yəni mətnin sualını. Deməli, artıq hamısı bitdi, bəli. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənədək sağ olun, salamat qalın. Videoya xoşunuza gəlsə bəyənməyi, abunə olub yorum yazmayı unutmayın. Sağ olun, salamat qalın.